Türkiyədə meşə yanğınları ilə mübarizəyə cəlb olunan texnika və şəxsi heyətin sayı artırılıb. Munir TV Türkiyə mediasına istinadən xəbər verir ki, Antalya, Muğla, Balıkəsir vilayətlərində davam edən meşə yanğınlarının qarşısının alınması üçün havadan və qurudan müdaxilələr davam etdirilir. Muğlanın Seyid Kəmər rayonunda yanğından mühafizə tədbirləri çərçivəsində ümumilikdə 202 nəfər təxliyə olunub. Yanğınla mübarizəyə 741 nəfərlik heyət, 5 təyyarə, 18 helikopter, 88 yanğın söndürən maşın və digər zəruri texnika cəlb edilib. Antalya və Balıkəsir şəhərlərində də meşə yanğınları ilə mübarizə üçün müxtəlif təyinatlı texnika və şəxsi heyət ərazidə xidmət göstərir. Antalya Seyid Kəmər avtomobil yolu müvəqqəti olaraq bağlanıb.